Doktor, bu yaxınlarda internetdə qarşımıza belə bir görüntü çıxdı. Bilirsiniz də, hal-hazır hamı sosiallaşıb, hər şey görünür, hər şey var. Hər şey paylaşılır. Bəli, bir uşaq idi, gənc bir qız idi, 12-13 yaşında. Deyir ki, hovuzda çimərkən hamilə qalıb. Yəni necə ola bilər? Bəzən bu suallar tez-tez yaranır ki, bakirə olduğu halda hamilə qalmaq mümkündür. Bəli, mümkündür. Mümkündür? Bəli. Aybaşdan 3 gün qabaq, 3 gün sonra qızlıq pərdəsində bilirsiniz də dəlik var. Aybaşı vaxtı oradan qan axır və bəzi gənclər oğlanlarla sürtünmə nəticəsində sperma hərəkətli olduğuna görə bilirsiniz ki, 5 gün sperma uşaqlıq yolunda yaşayır. O sürtünmədən qızlıq pərdə bütöv olaraq da hamilə qala bilirlər. Deməli bu mif deyil, yəni Mənim praktikamda olub. Olub. Bəli. O çox dəhşətli bir şeydir. Ona görə əziz qızlarımız, əziz gənclərimiz, yəni bu şeylərdən diqqət etməli, qorunmaq lazımdır.